Culfada yeni tərkibdə formalaşan bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə dair qanunvericiliyin tələbləri mövzusunda təlim keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə Culfa və Ordubad rayonları üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər. Culfa rayon icra hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov yerli özünü idarə etmə fəaliyyətində səmərəliliyin artırılması və bu sahədə qanunvericiliyin tələbləri. Şöbənin böyük məsləhətçisi Təbriz Eyvazlı isə yerli özünü idarə etmənin həyata keçirilməsində bələdiyyə üzvlərinin vəzifələri və məsuliyyəti mövzusunda çıxış ediblər. Bildirilib ki, Ədliyyə Nazirliyi yerli özünü idarənin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətlərinin qanuna uyğun qurulmasına, metodoloji dəstək göstərilməsi, onlara inzibati nəzarətin həyata keçirilməsi, hüquqi maarifləndirmə istiqamətində mütəmadi tədbirlər görür. Bu işlər bələdiyyə fəaliyyətinin inkişafına və dövlət vətəndaş mənafelərinin qorunmasına xidmət edir. Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. Oruc Mirzəyev, xanım Rüstəmzadə, Oruc Məmmədiyarov, NTV Xəbər.